Salam dostlar, bu video izahda izobar proses haqqında danışacağım. İzobar prosesdə ideal qazın təzyiqi sabitdir, dəyişmir və proses ərzində təzyiq həmişə eyni qiyməti almış olacaq. Təzyiq sabit olduğuna görə heç bir kəmiyyətdən asılı olmayacaq. Bunu bu şəkildə qrafik olaraq göstərə bilərik. Yəni burada istənilən bir fiziki kəmiyyət versələr, burada təzyiq ondan asılı olmayacaq. Klaperon tənliyini yazsaq, PV bölünmüş T bərabər konstanta bərabərdir şəkildə ifadə olunur. Bu tənliyi biz bu şəkildə də yaza bilərik. Yəni P1 V1 bölünmüş T1 bərabər P2 V2 bölünmüş T2 şəklində ifadə edə bilərik. Bu tənliyi də biz yazdığımız kimi P1 bərabər P2 ifadəsi nəzərə alsaq, demək ki, burada təzyiqlər ixtisar gedəcək. Alarıq ki, V1 bölünmüş T1 bərabər V2 bölünmüş T2. Bu tənlikdən çarpaz şəklində vuraraq yazsaq, yazarıq ki, V1 T2 bərabər T1 V2. Və buradan da görə bilərik ki, ideal qazın həcmi və temperaturu bu prosesdə düz mütənasib asılı olmuş olacaq. Yəni V1 bölünmüş V2 bərabər T1 bölünmüş T2 şəklində tənliyi yaza bilərik və burada qrafik olaraq göstərsək, bu prosesdə V T'dən düz mütənasib asılı olacaq.